Salam dostlar, sol tərəfli pantolonun, yəni qarışıq tip qasıq yırtığı. Burada göstər qasıq kanalının daxili həlqəsini görürsünüz, nə qədər geniş bir yırtıq həlqəmiz var. Və buradan bu deməli aşağı qarnın üstü arteriya gəlir və göründüyü kimi buradan həm düz, həm çəp qasıq yırtığı var. Çox geniş bir yırtıq qapısı var. Görürsünüz nə qədər genişdir. Görürsünüz bu qasıq kanalının daxili həlqəsi nə qədər genişdir və artıq burada böyük ölçülü qarışıq tip qasıq yırtığı qeyd olunur. İndi laparoskopik üsulla Allah qoysa yırtığımızı, yırtıq kisəsini çıxartmışıq tamamilə. Yırtıq kisəsi budur. Baxın, bu yırtıq kisəsidir. Görürsünüz buradan çıxartmışıq tamamilə. Bu simfiz dediyimiz sümük hissə burası və bura biraz biçmələr arasında sulanma olur, qorxusu yoxdur. Bu toxum ciyəsi və xayaya gedən damar sinir dəsti bunun içindədir, toxumuruq. Üzərini setka ilə örtəcəyik tamamilə və bundan da setkanı, bundan da bu damarı da həmçinin belə sıxacağıq, setkanı buralara fixasiya edəcəyik. Rolen torumuzu yerləşdirdik. Tamamilə yırtıq qapısını tamamilə örtdük. Və burası yırtıq qapısını görürsünüz. Və yırtıq qapısını tamamilə əhatə etməklə və yırtıq kisəsi ki var, bunu setkanın üzərinə çıxartmaqla görürsünüz, tam üzərinə çıxardırıq. Bax, bu yırtıq kisəsidir. Göründüyü kimi nə boyda böyükdür. Və setka tamamilə bunun arxasına keçir. Gördünüz, tam olaraq keçirdik arxasına. Və buradan əzəliyə fiksasiya edəcəyik hal-hazırda. Və buradan sümüyə fiksasiya edəcəyik. Buradan üstündən göstər, üstündən göstər. Setkanın məsələn altına girdikdə, gəl ora, setkanın altına. Görürsünüz, bax, yırtıq kisəmiz, yırtıq qapısı buradadır. Yırtıq qapısını tamamilə əhatə edəcək qədər böyük ölçüdə tam olaraq qapatması lazımdır. Setkanın simfizə fiksasiya olunması mərhələsidir. Burada setka sümüyə fiksasiya olunur və vurulan vintlər görürsünüz, violet rəngdədir, göy rəngdədir, yəni sorulan bənövşəyi deməli takerlərdir. Bunlar sorulur, xəstədə müəyyən müddətdən sonra heç bir iz buraxmadan sorulub çıxıb gedir. Damarların və sinirlərin zədələnməməsi əsas şərtdir. Burada bilirsiniz, həyati vacib damarlar var, onlar zədələnməməlidir. Bir əlimizdən biraz təkan verək, əzələnin apinevrozunu görək. Bir, gördünüz, tamamilə yapışdırdı. Bax, bu yırtıq kisəsidir. Yırtıq kisəsini çöndərmişik, bax bu. Görürsünüz, yırtıq kisəsidir, böyük ölçüdə. Və yırtıq kisəsini feriton qatı kimi istifadə elədik, setkanın üzərini örtmək üçün. Setka ilə heç bir bağırsağın təması olmasın deyə bu formada görürsünüz, tik bura və indi biz qazı alacağıq, bütün bağırsaqlar tamamilə görürsünüz, heç bir setka ilə əlaqəsi yoxdur, heç bir münasibət yoxdur setka ilə və buralar tamamilə bitdi. Əməliyyat sona çatdı, əməliyyat keçən hər kəs sağ olsun. Salam dostlar, dünənləri sol tərəfli qasıq yırtığına görə əməliyyat edildiyimiz xəstəmiz, bu bizim giriş dəliklərimiz, görürsünüz, göbəyin içi və belə baxdıqda heç demək olar ki, bilinmir və yaralar sağaldıqdan sonra heç bir iz buraxmayacaq. Bu da laparoskopiyanın açıq əməliyyatdan fərqi. Diqqətiniz üçün sağ olun. Necəsiniz? Eyvallah, super. Keçmiş olsun. Əllərinizə sağlıqdır. Sağ olun, sağ olun.